Bismillahirrahmanirrahim. Ramazan ayının 6-cı günündə sizi Ömrümüzün Baharı Ramazan adlı proqramda salamlayıram. Xoş gördük bir daha və bugün yenə maraqlı bir sualla sizin qarşınızdayıq. İzləyicilərdən bizə bir çox suallar gəlib və onların içində biz sözsüz ki, ilk günlərdə danışılası olan mövzulara daha çox toxunmağa çalışırıq ki, bir ay boyunca inşallah ki, ən yaxşı istifadəni edəsiniz Allahın izni ilə. Və suallardan biri belə idi ki, ümumiyyətlə bir çox xanımlar yəni müraciət etmişdi ki, proqramımızı necə quraq, necə edək ki, məsələn, çatdıraq işlərimizi, ümumiyyətlə dəyişdirmək üçün necə məsələn şərait yaradaq, hansı şeylərdən istifadə edək, bu Ramazan ayında çox şeylər var. Mən bu mövzuya daxil olmazdan öncə, proqram qurmağa kömək etməzdən öncə istəyirəm Ramazanın belə deyək ki, Ramazan ayının öz xüsusiyyətləri barəsində danışım öncə. Ramazan ayının xüsusiyyətlərini əvvəl vurğulamalıyıq ki, bilək ki, bu ayda Allah Taala hansı yardımları bizə edib, hansı fürsətləri və hansı imkanatları bizə verib və biz bunlardan necə istifadə etməliyik. Hədislərə əsasən bəzi çıxarışlar qeyd etmişəm ki, sizin də nəzərinizə çatdırım ki, Allah bizə hansı nemətləri bəxş edir bu ayda və bizi necə bir süfrənin başına toplayır. Hədislərə əsasən Ramazan ayının xüsusiyyətlərindən ən başlıcası budur ki, Ramazan ayının ilk gecəsindən behişt qapıları açılır və ta son gecəsinə qədər bağlanmır. Hətta bayram gününə qədər, yəni Fitr bayramı gününə qədər bu qapı açıq olur. Yəni, behiştə qəbul etmək üçün Allah Taala hər cür fürsəti verir bəndəsinə, hər cür bəhanəni verir ki, onlar Allaha doğru getsinlər və behişt əhli olsunlar. İkinci nöqtə bundan ibarətdir ki, hədislərə əsasən əvvəldən sona cəhənnəm qapıları bağlanır. Yəni, Ramazan ayının əvvəl günündən ta son gününə qədər, hətta bayram gününə qədər cəhənnəm qapıları bağlanar və atəş olmaz, belə deyək. Yəni, bu özü fürsət yaradır ki, insan bu aydan daha səmərəli istifadə etsin. Üçüncü nöqtə budur ki, şeytanlar zəncirlənir ta ki, oruc olan şəxsin orucunu zay və xarab etməsin. Yəni, bu özü Allah tərəfindən böyük bir köməkdir ki, insanlara olur və insan əgər nəfsinin üzərində çalışsa, nəfsini vəhşi heyvan kimi azad buraxmasa, o zaman bu fürsətdən ən gözəl surətdə istifadə edə bilər. Dördüncü nöqtə budur ki, bu ayın əvvəli rəhmət, ortası bağışlanmaq, yəni günahlardan bağışlanmaq, sonu cəhənnəm atəşindən azadlıqdır. Yəni, baxın, Allah Taala öz rəhməti ilə ilahi süfrəyə dəvət eləyir bəndələrini. Öz rəhməti ilə ilahi süfrəyə ki, dəvət eləyir, bu süfrədə iştirak edən şəxslər bağışlanırlar və nəticə etibarı ilə də hədiyyə olaraq onlara nə bəxş eləyir? Cəhənnəm atəşindən nicat verir, yəni azad eləyir. Baxın, ümumilikdə hədislərə əsasən bəli, bu vurğulanıb, amma Ramazan süfrəsi, bu ilahi süfrə məhz Allahın açdığı xüsusi bir süfrədir. Yəni, bu süfrədə yalnız o kəslər iştirak edir ki, onlar Allahın vücudunu, varlığını qəbul edirlər, birliyini qəbul edirlər, Allahın hökmlərinə itaət edirlər. Amma qeyri günlərdə bütün bəndələr üçün zaten Allah Taala istər kafir olsun, istər yəni mömin bəndə olsun, fərqi yoxdur. Bütün bəndələrinə süfrə açır, ruzi yetirməklə, kömək etməklə, onları yerində cəzalandırmamaqla Allah Taala bir çox lütflər və inayətlər edir öz bəndələrinə. Lakin Ramazan ayında fərqli olaraq öz mömin bəndələrinə xüsusi süfrə açır və bu süfrənin başında əyləşmək bais olur ki, insan bu süfrədə iştirak etdikdən sonra günahları bağışlanır və cəhənnəm atəşindən nəticədə azad olur. Digər nöqtə isə budur ki, bu ayda Qədr gecəsi var. Yəni, Qədr gecəsi məhz bu aydadır. Və bu Qədr gecəsi Quran ayəsinə əsasən, hədislərə əsasən Qədr gecəsinin dəyəri 1000 aydan daha fəzilətlidir, daha üstündür. Yəni, sanki mən Qədr gecəsində etdiyim ibadətim illərlə etdiyim ibadətə bərabərdir. Saxladığım əhya illərlə gecə oyaq qalmağa bərabərdir. Yəni, neçə bərabər bu ayda
Yəni bu gündə məxsusən Qədir günlərində ki, biz 3 gündən biridir deyirik və ehtimal verilir ki, sonuncu Qədir gecəsi əsasən Quranın nazil olduğu gecədir. Amma bu 3 gecənin 3-ündə də sözsüz ki, əhya saxlanılır, Qədir axşamı əməlləri icra olunur ki, hansı ki bu gecə qeyd olunduğu kimi 1000 gecədən üstün gecədir. Və bu ayda hədislərə əsasən Qurani-Kərimin tilavəti və yaxud savab əməllər digər aydan daha çox fəzilət daşıyır, daha çox savab gətirir insana. O yüzdəndir ki, insanların əksəriyyəti çalışırlar ki, hətta öz dünyadan köçənləri üçün məhz bu ayda xeyrat göndərsinlər, bu ayda Qurani-Kərim tilavət etsinlər. Lakin bütün bu nemətlər ki, Allah Taala bizə bəxş eləyib, bütün bu lütflər ki, Allah Taala bizə bəxş eləyib Ramazan ayının xüsusiyyətlərindəndir. Bu ay deməli müqəddəs zamanlardandır və bu zamanda insanların çoxusu müqəddəs məkanlarda da iştirak edirlər. Məsələn, məsciddə, məclislərdə iştirak edirlər və daha çox ibadətlə məşğul olurlar. Amma bu ayın bu xüsusiyyətlərini ən yaxşı şəkildə istifadə etmək üçün yaxşı bir proqram lazımdır. Yəni insanın həm maddi cəhətdən inkişafı üçün, müvəffəqiyyəti üçün xüsusi proqram lazımdır və həm də mənəvi cəhətdən də proqram lazımdır. Proqramsız, nəzm-intizamsız heç kəs müvəffəqiyyət əldə edə bilməz. Bəs inşallah gələn dəfəki proqramımızda biz məhz Ramazan ayının proqramları barəsində necə düzgün vaxtımızı bölək, hansı hissələrə bölək, ümumiyyətlə hansı nöqtələrə diqqət yetirək, bunlar barəsində danışacağıq inşallah. Hələlik sizə Allaha əmanət edirəm. Bir daha Allah oruc və ibadətlərinizi qəbul etsin inşallah deyirəm.